Necəsiz mənim məstanlarım, mənim gözəllərim, mənim şəkərlərim. Bir tık keyfim pozulub. Çünki səhər getdim meyvə tərəvəz yerinə. Bir dənə uşaq gəldi velosipedlə mənim maşınımı cızdı. Və yəni neyniyəsən, nə deyəsən? Təbii ki, uşağı çağırdım. Dedim, görmürsən ki, mən sənə belə-belə eləyirəm ki, yəni keçmə də, keçmə. Buradan keçmə. Amma sən keçirsən, özü də uşaq idi, yəni. 3-də 4-də falan oxuyardı. Bəlkə də maksimum 5-də. Üzr istəyirəm xala. Dedim, yəni üzr istəməyə ehtiyac yoxdur. Yəni ki, üzr istədin, nə dəyişir də? Rəsmin orada sökürək. Nə dəyişir? Dedim, mənə valideyninin nömrəsini ver. Məqsəd də ona görə idi ki, yəni sadəcə demək ki, yəni uşağınız bu işi görüb. Bir də gördüm, anası mağazadan çıxdı. Sən demə, anası da meyvə tərəvəzdəymiş. Çıxdıq, xanım nə olub? Dedim, bəs belə-belə maşınımı cızıb. Yəni təzədir də bu heç 3-4 günün maşını deyil də, sıfır maşındır da. Yəni təsəvvür edin necə adama belə qəribə olursan, təsir eləyir, pis təsir eləyir adama. Yəni heç maşını belə maşından doymamısan, dadını çıxartmamısan və sənə gəlib maşını cızırlar. Özü də belə bir var üzdən cızılar da, neçə o çox bilinmir. Bir də var ki, belə dərindən də belə seyirib aparır. Xanım, bir dənə maşının söhbətini eləyirsiniz falan filan belə sözlər deyildi. Bilmədim orada mən haqsızam, yoxsa xanım yəni düzgün danışmır da. Yəni bir dənə maşının söhbəti deyil də. Bax, siz mənim tanışım deyilsiniz ki, mən sizdən nəyinsə bir söhbətin eləyim ya yox. İkincisi də ki, yəni sizin övladınız bir səhv hərəkət eləyib. Düzdür, xanım üzr istədi. Amma siz ehtiyac yox etdi onun üzr istəməyinə də ki, yəni durub o üzr istəyib, sonra da durub mənə demək ki, yəni bir dənə maşını məndən söhbət eləyirsiniz. Yəni siz kimsiniz ki, mən sizdən eləyim ya eləməyim. Bilmirəm. Ona görə biraz keyfim pozulub. Dedim, qoyuluşu mən yadınızda o biri videoda maşın üçün Temudan sifarişlərim var idi, onları almışdım. Sonra ikinci sifarişim hələ həmin günü gəlib çıxmamışdı. Sonra axşam gəlib çıxdı və bu da getdim götürdüm. Burada bilmirəm, həm maşına da aid var, Jasminə də aldıqlarım var, belə ev üçün də aldıqlarım var. Gəlin birlikdə açaq. Ola bilsin, bugün enerji dolu deyiləm, məlum məsələ. Hər şeydə bir xeyir var. Yoldaşıma göndərdim, dedim, bəs belə-belə. Deyir, boş ver. Amma boş vermək də olmur da həqiqətən. İnsana çox pis təsir edir. Bilmirəm, bəlkə də yazacaqsınız ki, gözdür, nəfisdir falandır, ondandır. Düzdür, göz nəfisə inanıram, amma dahi hər addıma da göz nəfis deməyək də. Sadəcə, yəni, insanlar övladlarına izah edə bilmirlər bəzi şeyləri. Əgər bu velosipedi alıb vermisənsə, sən övladına izah eləməlisən ki, maşın olan yerdən keçməməlisən. Həm öz təhlükəsizliyinə görə yoldan keçməməlisən, maşını cızmamalısan, sürtməməlisən, ehtiyatla yanaşmalısan ki, sən onu etməyəsən. Düzdür, bəzən böyüklər də bilmədən nəyisə səhv bir şey eləyir də, hərəkəti eləyir. Amma yenə də bunu başa salmaq lazım. O valideyndən o görünürdü ki, onu ona izah eləməyib, başa salmayıb. Ya bayramda, ya ad günündə onu velosipedi alıb verib, so. Bəzən də mən fikir vermişəm, valideynlər bəzən velosiped olsun, hansısa bir oyuncağı olsun, uşaq ondan sırf əl çəksin deyə alır. Ki, başım dinc olsun, getsin uşaqlarla məhəllədə oynasın, məni narahat eləməsin. Amma bu da yanaşma, düzgün yanaşma deyil. Neysə, mən bu mövzuda danışsam, çox danışacağım. Ona görə susum, ən yaxşısı Temu Pankik miniyim. İlk olaraq Rasmə belə naski almışdım. Mən biraz Rasminə naskidir, ayaqqabıdır, düzgün tutuzura bilmirəm. Tezə-tezə öyrənmişəm. Ümid edirəm, bu ayağına olar. Bu, evdə geyinmək üçün belə tapçika formadadır. Qəşəngdir, yaxşıdır. Bax bu. Cızılmış maşınım üçün belə aptečka almışam. İçi var aptečkanın, amma öz qutusunu istirdim ki, belə qəşəng qutusu olsun. Yəni, şəkildə iki görünürdü. Əladır, maşın üçün idealdır. Belə burada zamoklu yeri də var. Super. Qəşəng. Buna 5. Bunlara da 5. Gəldi bunlar. Bunlar bilirsiniz nədir? Baxın, o oldu. Bu nədir? Mən sifariş vermişim. Bundan mütləq
Yəni maşınınız varsa maşınınıza, yoxdursa yoldaşınızın maşınına, qardaşınızın, papavızın, babavızın, əminizin, dayınızın. O kimin maşını varsa bundan alın. Həm ucuzdur. Deyəsən 100 dənəsinə 4 manat ya 5 manat pul vermişəm. Bu yeni maşın alanda o belə şüşəyə su fıskırdır sana. Oradan fikir vermirsinizsə paraşoklu su gəlir və çox qəşəng şüşəni təmizləyir. Yəni adi su gəlmir də. Çünki evdə sonradan insanlar özləri adi su tökürlər. Amma orada paraşoklu su gəlir. Mən onu araşdırdım və Temuda tapdım. AliExpressdə, Temuda, Trendyolda bilmirəm. Deyəsə Trendyolda da var idi. Belə tabletkalarda suda həll edirsən, onu tökürsən, sonra maşının su yerinə də o şüşə vurulan su yerinə. Oradan sonra da qəşəng belə paraşoklu su çıxardır və sırf şüşə üçündür deyəndə şüşəni çox qəşəng təmizləyir. Bax bu əla bir şeydir. Bunu mütləq alın. 100 ədəd. Bir ildən çox gedər bu. Sonra Jasmin üçün. Jasminin dərman-dürmanlarını qoymaq üçün, səliqə ilə qoymaq üçün ona da belə bir dənə aptečka almışam evdə yığmağa. Çünki öz kosmetiçkalarımın içinə yığırdım, yekə kosmetiçkaların içinə. Dedim ki, ayrıca alım. Hər şey bunun içində olsun da. Belə Sticin aptečkasıdır. Kaktus'un da belə aptečka şəkli də var. Belə karmaşkaları. Bu da yaxşıdır. Amma balacasını almışdım. Bu balacasıdır. Maşına deyirəm. Benimdə ancaq maşındır. Çantaya qoymağa, öz sumkasına qoymağa. Məsələn, tutaq ki, rayona gedirik, ya nə bilim, harası gedirik. Ayda, vəbşə super. Bu vəbşə əla. Çox qəşəng. Yəni, içində həm belə tabletka falan, nə bilim, şamınız adını qoymağa, həm də belə əla. Bu bala həm də kiçik ölçünü elədim ki, sumkaya da yerləşsin. Super. Çox qəşəng. Bu da Sticindir. Dəst olsun deyənə belə seçdim. Bu nədir? Maşımın pilisosu. Nə qəşəng. Bizən hər dəfə moykaya aparmaq olmur. Çünki demək olar ki, təmiz olur da. Amma içində harası nəsə tökülmüş, nə bilim, o su stakanıza qoyulan yerdə. Oyala bunun nə qədər dəmir dümürü var. Qoyulan yerini təmizləmək üçün. Bunu nasatqanı bilirəm. Bu şar doldurmaq üçün. Bunu bura soxursan arxasına və şal doldurursan. Bu da onun üçündür. Belə. Bu da onun üçündür. Deyəsə pulsos elə şar doldurandır. Buradan bu belə işdir. Bunu şey eləyərik bir yerdə. Normal istifadə eləyərik, baxarıq. Prosta bunu bilmirəm. Başlığına hara eləyirsən? Başlığına hara salırsan? Belə. De belə. Belə. Deyəm, fenin səsi, pulsosun səsini özün niyə ağzından çıxardırsan ki? Qəşəngdir bax. Məncə əla bir şeydir bu. Amma bu bura soxarmadım. Bu bunun deyil axı. Bu bunundur. Niyə belə? Başlığı var. Bunu da göstərim. Belə. Əladır. Bunu bir yerdə yoxlayarıq. Jasminə rezinlər sifariş vermişəm. Temuda qəşəng broşkalar olur, rezinlər olur uşaq üçün. Məncə ora, bax, uşaq üçün idealdır da, belə şeylər, xırda-xırda şeylər üçün. Bir ürəkli formasındadır, bir də belə şarik formasında yumru. Bu mənim açarımındır. Mən o birisində yadınızda başqa cür sifariş vermişdim. Bu isə şəffaf olandır. Keçirdik buna. Biraz çətindir keçirmək. Bunu belə arxasına ona taxmaq lazımdır. Hansı qəşəng görünür. Bax, bu ikisinin də Temudan sifariş vermişəm. Bu şəffaf olandır. Yəni bunu göndərib istifadə etdim. Bu isə zapas olandır. Mənə elə gəlir ki, bu daha qəşəng görünür. Bilmirəm.
Nəsə bir ağır bir şey var. Nədir? Bu nədir? Niyə belə bir balaca bir şeydir bu? Yəni mən bunu belə gözləmirdim axı. Dəyməcək hamına belə pul. Bu belə duxuları qoymaq üçündür. Onu da səliqə ilə qoyaram, düzəldərəm. Keyfim olmasa da istədim sizə unpacking elə keyfimi açım. Amma bilmirəm, fikir verdinizsə yox, beynimdə hələ də o situasiyadayam. Əslində o situasiyada, yəni siz necə tək insanın canı sağ olsun, məsələ o cızıqda deyil. Məsələ insaniyyətdədir ki, bir xanım, yəni bir xanımı anlamamağı, öz övladına bəzi həyati situasiyaları izah etməməyi, nəyi olar, nəyi olmaz deyə izah etməməyi. Amma olsun, tək ki bizim canımız sağ olsun. Hər birinizi sevirəm, öpürəm. Gələn vloqlarda görüşənədək.